Xoş gəldin deyirəm. Çox xoş gəlmişsiniz. Qədəmləriniz göz üstə. Nəzir deyim, mən Aşıq Qafar haqqında çox sözlər demək olar, amma istəməm haqqında. İstəyirəm, şəhərlərindən biləyim, görürsən inşallah. Gönül quşu havalanıb, təbim gəlir coşa dağlar. Sıra-sıra nə çəkirsiniz, ağ ölkəyi başa dağlar. Həsrətdəyəm vətən sarı, sizdə gördüm etibarı, ötəndə durna qatarı, yaman gəlir qoşa dağlar. Ceyran cöyür oylarında, durnalar sol sağında, sərin sulu bulağında, hey qaynayıb coşa dağlar. Mərdlərin izi itməyə, gül yanında xar bitməyə, yer üzündə zülm etməyə, qardaş da qardaşa dağlar. Aşıq Qafar ellər gəzər, şənlik məclislərin bəzər, dost olan cəfaya dözər. Çaş mərkələ, Şuşa dağlar. Çaş mərkələ, Şuşa dağlar. Sağ olasın. Mən bu şeiri həmişə Aşıq Qafardan oxuyardım. Amma ben təsvini təşəkküründüm. Aman dostlar, gəlin sizə söyləyim, yaylaqlarda el yadıma düşübdür. Aman dostlar, gəlin sizə söyləyim, yaylaqlarda el yadıma düşübdür. Durna göz bulaqlar axır çaylara, daşqın gələn sel yadıma düşübdür. Qız gəlinlər səhv bağlayır bulaqda, el mahnısı oxuyurlar dodaqda, çiçəkləri dəstə tutub buxaqda, üzdə qara tel yadıma düşübdür. Göllər dolu ördəklidir, qazlıdır, gözəlləri eşvəlidir, nazlıdır, aşıqları söhbətlidir, sazlıdır, şirin söhbət dil yadıma düşübdür. Hanı dağlar oğlu, Nəbi Koroğlu, ellərin dadına kaş gələ doğru, zülmətdən günəşə açılay uğra, anam deyər dil yadıma düşübdür. Sevda çox gəzibdi dağı aranı, həkim istər mərhəm edə yaranı, elə bil ki sel aparıb saranı, qara gələn dil yadıma düşübdür. Qara gələn dil yadıma düşübdür. Çok sevilen, saygıdeğer eden şair yoldaşlarımızı, musikiçileri, saz söz bozarlığı, işine toplaşmış pervaneleri, çöpenekleri bir yerde görürük. Bildiğiniz kimi günleri saz söz ocağının kurucularının biri, əziz dostumuz, güzel aşıq yoldaşımız Rəhim Qafarın dönümüdür. Saz söz ocağı, nəymiş saz söz ocağı, Azərbaycan ədəbiyyatı bu kişiyə borçludur. Dönələrcə xatirələrimiz olub bu evlərdə, qonaqlıqlarımız, ədəbi toplumlarımız. Yeri heç zaman bizə boş deyil. Ustadın özü yanımızda olmuşda, ədəbiyyat sevər, al düşüncəli ailəsi hər zaman ustadın yerin boş qoymuyorlar. Bir balaca xatirə deyim, mən bilmirəm kim qabaq gəlir, kim sonra gəlir. Aşıqlarımızdan hazır olan oluncan mən bir nəfər çağırıram şeylər, sonra inşallah musiqiylə bir varımız deyim. Tamam. Nə gözəl aşıqıza da ki vardı, elə aşıqla başlayaq. Bizi danışıqlara çağırmışdılar, şair dostlarımızın çoxu var. Qorxumuzdan içimiz titriydi. Xas məsələlər var idi. Rəhmətli Aşıq Qafarı çağırmışdılar. Bir tərəfdən tribundan səsin bağlamışdılar. O başdan sazı götürmüşdü. Düşmən yeriş edib ölkə tayır.
oyan Səttar xanım, oyan Babəkir. Mən öncə bir dəqiqə çox olur, 30 saniyə Aşıq Qafarın ruhunun ehtiramına sükut. Ədəbiyyatımızın Azərbaycanın müziklərindən gözəl bir alqış Aşıq Rıza ilə saçımızda. Danış. Bağlı. Qaldım da bilməz. Qaldım da bilməz. Bugün hamınızı xoş gördük, xoş gəlib, səfa gətiribsiz bu ədəbiyyat ocağına. Allah ruhun şad eləsin. Uzun illərdir yoldaş olmuşuq. Həqiqətən ayrı bir insanıdır. Mənim özümün ziyarətgahım, ibadətgahım belə evlərdir. Ocaqdır. 13 yaşından bu ocağı tanıyım. Kişiyle yoldaşam. Sizə can sağlığı, Aşıq Qafara rəhmət diləyirəm ki, saz ifası ilə. Şair Qafar belə yazır, deyir, haq yolu gedəndə həqiqət qanan, çünki göydən gələn mələkdir aşıq. Elin atasıdır, elin oğludur, məhəbbəti, sədaqəti doğrudur. Babəşdir, nəbidir, boş şoroğludur, bütün el-obada gərəkdir aşıq. Yasda ağlayandı, toyda güləndi, hara qadam qoydu, ora gülləndi. Haq sözü söylədi, o güllələndi, həqiqət özüdür, gersəkdir aşıq. El oğlu Qafarın inan sözünə, yaltaq dəyər, doğru deyər üzünə. Yer veribdi ürəyində yüzünə, insana həm sevinç, fərəhdir aşıq, bütün insanlığa bəzəkdir.
Ədəbiyyat ocağı olduğu üçün yerimiz danışdıqda ürəklərimiz geniş olsun. Böyük insanlarımız var. Qudrətli, güclü şairlərimiz, üstadlarımız, siyasətçi dostlarımızdan vardırlar. Ancaq yerimiz danışdıqda bağışlasınlar. Dostlarımızdan mən az şeir oxuyacağım, az danışacağım ki, dostların çoxuna, yəni hamısının xidmətində olunmasında bir çoxunun xidmətlərində ola bilər. Elə dostlarımız yazdığı kimi yazı ilə səsləyirəm, mühəndis Qolkəbinə işləyək, mühəndis Qolkəbini şeirləyəm. Aşqafarın ruhu şad olsun. Büyülə Aşqafar bizim yanımızda fiziki olmasa da, amma ruhu elə bizim yanımızdadır. Aşqafarına elə təcəssüm edirəm. Elə mənə doğru gəlir ki, oturub bizim bu məhfilimizdə. Bizim bu məhfilimizin işıqlığı da Aşqafarın nurudur. Biz onun nurunu oturmuşuq, biz onun işığına yarışmışıq. Bura gələnlərin fikir edirəm hamısı. İlk sözə, şeirə, yığıncağa başlayanda elə bu evdə başlayır. Bu ev bir ocaq olur. Bu evin gecə saat 2-yə 3-ə qapısı həmişə açıq olur. Yəni burada qapı bağlama olmazdır, necə ikinci də bağlanır. Həmişə süfrəsi açıq olur. Mənim elə hamımızın qonağımız elərdə zəng açardıq, Aşqafar deyərdi, göt gətirir. Gələrdik bura, burada çalardı, oxuyardı, tərif deyərdi, qonağı görərdi. Bizim öz qonağımızdan yaxşı təhvil alıb, yaxşı yola salardı, ruhu şad olsun. Gəlin Aşqafarın ruhuna, Aşqafarın şəxsiyyətinə, Aşqafarın ailəsinin budur başuca olmağa və onun yurdun budur aba saxlamağına bir almış gəlsin. Aşıqacaqdır, Parça xanım da bilir. Aynen Xəzirə vardı, Sovyetdən gəlmişdi bura. Mənim də Aşqafarla qərarım vardı. Qərarı da bir çəkmiş çəki Aynen Xəzirə. Mən gəldim qapıya, gördüm Aşqafar yoxdur. Aşqafar da bildiyiniz kimi vədiyə, vəxtə çox həssas bir adamıdır. Yəni imkanı yoxdur, Aşqafar vədə verər, birinə vaxt verər, orada olmayan. Və bunu da deməliyəm ki, əvvəldən yazaydım, yadımdan çıxdı, boşuna. Tehranda geçən həftə ayın 7-sində gözəl qurultay quruldu, aşıq ədəbiyyatı haqqında, aşıq sənəti haqqında, söz ocağında da mən vardım orada bir nümayəndə kimi. Çox gözəl bir bərnamə getdi, çox ağır həzinəli bir bərnamə getdi. Hüdurdan 12 milyard həzinə olmuşdu orada, Əli Poladın başçılığı ilə. Bizim bu sənətə Tehranda yanır. Orada olmamız çox gözəldir. Bizim burada olsa deyərdik bir adlı toplantılı, bəli yox. Orada olmağa bir ayrı məna və məfhum vardı. Çox gözəl bir iş oldu. Sağ olun. Ben geldim gördüm Aşqafar yoxdur. Aşqafara bir yaddaş yazdım. Birinci mənimkidir, ikinci Aşqafarın cavabıdır. Oxu Aşqafar, qəlbin doludur. El qəmindən oda yanır, hardasan? Qərəmlaşdıqsan elə peyman bağladıq, vədəcəkdə oda yanır, hardasan? Aşqafar deyil. Öpüb yaddaşını göz üstə qoydum. Nur parlayır hər bir gözə, ha qardaş. Vədə xilaf çıxdım, məni bağışlar, deydən yox, yalan sözə, ha qardaş. Aşqafar yalan söz bilməzdir. Çağırma belləri gəlsin hər ayə, ay yaradan özün yetiş hər ayə. Oxumuşam, divan təzris hər ayə, haqsılığa o da yanır, hardasan? Aşqafar deyir, düşmüşdüm qəfəsə bir bülbül kimi, hər ləhsə geçirdi mənə il kimi, təbin coşur daşqın gələn sel kimi, başlayanda hər bir sözə, ha qardaş. Mən deyirəm, bilirəm sözünə qayılsan özün, eldən ötürü yandı, yandın görünür közün, dəli çölün uşağıdır gül üzün, sən gəlincən o dayanır, hardasan?
Aşqafar deyir, etsən elə qail olmuşam, haqqa həqiqətə mail olmuşam, xiyab etmə ağla zail olmuşam, sinəm bənzər yanar çözələ qardaş. Sonuncu bəndində mən deyirəm, Yusuf deyir, gəl o dağdan bu dağa, bülbül həsrət çəkər qona bu dağa, kim dözər ki, mən də dözər bu dağa, düşüb cismin o da yanır hardasa. Aşqafar deyir, təqsirim olsa da bağışla mənə, bürümə qarq olan yağışla mənə, qafaram yaxşı gör, bağışla mənə, qalmayıbdır məndə dözüm ha qardaş. Aşqafarın ruhu şad sizə can sağlıq. Çok sağ olsun güzel dostumuz Ay Mühendis Kovkavi. Allah Aşqafara rəhmət eləsin. Mənim intizarım yoxdur. Siz şair məhfildə danışılır, biləm, göz olayı yox, amma da rəhmət eləsin. Dostlar, Heidegger bir böyük filosof deyir, o deyir ki, varlıq dünyası həqiqi üzünü şairlərə açar. Fəlsəfəsi uzundur, niyə bu söz deyil? Buranın yeri dəvət, bunlardan o sözlər. Bəli, bu sözün içində bir cəvhəri məsələ var. Şeir kəlməsi şuurla bir rişəsi var. Şuur insanın cəvhəridir, yəni dünyanın, aləm həstinin cəvhəri şuurdur. Şair o şuura vəslidir. O şuur iç üzün, həqiqi üzün, həqiqi şairə açar. Mən Aşqafarın yaşayışında, iç yaşayışında, xanəvadə yaşayışında Azərbaycanın milli ruhunun həqiqi cəvhərini görürəm. Yəni, bu adamın yaşayışında varlıq dünyasının Azərbaycana aid, milli ruhumuza aid varlıq dünyasının cəvhəri bu adamın yaşayışında, xanəvadəsinin yaşayışında mütəbəlvirdir. Bilirsiniz, yəqin zindicanlıqlarda sünnət xanəvadələri dədə nə iş görsəydi, bala da məsələn o işi görərdi. Nağa, nə çarsılıqdan o işi görərdi. Sonra ki, təməddün gəlir, şəhrin işini gəlir, da bu iş fasilə açır. Görürsən, dədə bir ayrı işlərdir, dədə bir ayrı xətlərdir, uşaqlar bir ayrı xətlərdir. Bəli, bəzən xanəvadələr var ki, görürsünüz ki, atanın işi nədir, dədədə balalar da o işi görür. Onun görəsən işəsinə baxanda, bilən görürsən, dədə çox pulludur. Məsələn, uşaqlar da puldan bəhrəmənd olmaq üçün karxanada gəlib, məsələn, dədənin karxanasında filan iş görür. Aşqafarın baxın xanəvadəsini bir baxın, cəvhər xanəvadəsini baxın. Uşaqları xanəvadə, xanım, qızlar, oğlanlar, hamısı Azərbaycan ruhu daşıyan bu Aşqafarın yolunu gedən insanlardılar. Burada pul yoxdur ha. Azərbaycan yolu getmənin həzinəsi var. Baxın, o həqiqi deyirəm, o cəvhəri, milli ruhun cəvhəri bu adamın yaşayışında açır, görür. Bu uşaqların, bu xanəvadənin ruhuna işləyir. Buna sırrın bilmirlər. Sırrın, şayət Sevcə xanım, Pakizə xanımızdan yaxşı bilər ki, bu nəcür xanəvadə, nəcür daşıyır ki, bu yolu bunu bir damla verir. Mən alqışlıram, bu evdə, bu xanəvadədə, bu kültürdə yaşayıb becərən, bara gələn uşaqların, bu xanəvadənin ruhunu, xanəvadə ruhunu almışdıram. Və onu peyvənd görürəm, onu vabəstə görürəm Azərbaycan milli ruhuna və Azərbaycan milli ruhunu da o Heidegger deyən varlıq dünyasının, aləm həstinin, həqiqi üzünün şairlərə açılmalıdır. Allah Aşqafarı rəhmət eləsin, məmnunum ki, mənə rəhmət eləsin. Sağ olsun. Təşəkkür edirəm. Bugün Aşqafarın evində olduğumuza görə çox qədim dostlarımızı, çox zəhmət verdiyimiz dostlarımızı görürəm. Özəlliklə bizə müəllimlik edən, yəni mənim şəxsən özümün müəlliməm kimi ki, Həsən Əlişi buradadılar. Çox sevinirəm. Ancaq Həsən bəy bizim əncüməndə xoş şəhidini eləmirlər, yoxsa tərk edəbli eləmir ki, yəni
hərdən gəlir, söz ocağını həmişə belə barlı ürəyimiz istəyir siz görməyə. Bu bölümdə gözəl şairimiz Ayın Nasir'ini alqışlayaq, Ayın Nasir'dən bir şeir eşidək. Ondan sonra... Salam, çalışıq xeyir olsun. Hoş gördük hamımıza. Aşk Qafar haqqında mən heç nə danışmıram, danışmadım. Aşk qəşən demişkən, el məni atmaz. Şan verir ki, elə büyük Aşk Qafar adına elini yığışıbdır Aşk Qafar edənlər, Aşk Qafar istəyənlər. Burada zəmin ilə mən də vaxtı qalmadan bir daha bir qısa bir şey danışıram, sonra olacaq nəzirə, benim üstadlarıma. Doğru deyər ki, keser döyüran belə qalmaz, şad ol gönül nəmən olsun, dəlilərim salam almaz, şad ol gönül nəmən olsun. Ona mən nəzirə demişəm, qəm eynəmədləri köndüm, keser döyüran belə qalmaz, Koroğullar meydan atar, keser döyüran belə qalmaz. Zamanə qolay zamandır, dağların başı dumandır, xalqın əhvalı yamandır, keser döyüran belə qalmaz. Qan dənizin suryandadır, gəmilərin turfandadır, yiğitlərin zindandadır, keser döyüran belə qalmaz. Zülmət bürüzə cahanı, yiğitlər asar meydanı, vurub yıxarlar zindanı, keser döyüran belə qalmaz. Nasiriyəm, oddur sözüm, döyüşdə bükülməz dizim, kül altında qalmaz közüm, keser döyüran belə qalmaz. Sağ olun, sağ olun. Çok sağ olun. Yaşayasınız. Ancaq bu bölümdə sözü verək, söz ocağının qurucularından biri Üstad Namverə. Alqışlayaq Üstad Namverə. Biz bu ocağı, sassız ocağını başlayanda rəhmətli Aşk Qafar idi, dostlardan vardılar. Çok getdik irşada boyca Aşk Qafarla bahandı. Öbürə bir icazə ala. Nə dedilər vermərək, nə dedilər verərək, dedilər içində oturasınız olanı. Allah aşkına rəhmət eləsin, Allah onu ruhunu şad eləsin. Çox deyim yoldaşı. Bir kısa şeirlə bulduğumuz olur, nəyi tapabilirsin. Diyardı kanadın, diyardı gözün, göğün dalgasına vurardı gözün, hərdən biha çəkib deyərdi sözün, qartallar soyundan ulu Babəkim, göstərib buluşsal yolu Babəkim. Hərdən yüksələrdi dağın başına, görüntü çəkərdi göğün qaşına, odlu yürərdi sənin qarşına, qartallar soyundan ulu Babəkim, göstərib bulutsal yolu Babəkim. Gördükdə gərəkdi qoruna yurdu, soğuğunun küləyin önündə durdu, səncərlə çatmaz qayada qurdu, qartallar soyundan ulu Babəkim, göstərib bulutsal yolu Babəkim. Sağ olun, Allah aşkına ruhunu satın. Əcdadıma fəxr edərəm, mən şöhrətli şanlı türküm. Haqq qanlı, haqq yola gedərəm, insanam vicdanlı türküm. Dostu sevərəm can kimi, harda varsa insan kimi. Yağları əslan kimi, bir gözləri qanlı türkəm. Ana Təbriz şəhərimdir, qan ulduzlu səhərimdir, 100 min illik səmərimdir, dağları viqarlı türküm. Vətən bağı şirin barlı, insanları düz ilqarlı,
sədaqətli, etibarlı, mən Sultanlı xanlı Türkəm. Gəlməmişəm gönüllərdə, ya ölkədən, ya şəhərdən. Daşınlı əl toprağı zərdən, mən Azərbaycanlı Türkəm. Ağrı dağım savalanıb, kəpəzdə qaynayır qanım. Seyri nicahımdır, dolanım qılıçlı qalxanlı Türkəm. Vətənimdir Azərbaycan, bəsləyibdir gözəl insan. Qafaram elimə qurban, həkimli Luqmanlı Türkəm. Qafaram elimə qurban, həkimli Luqmanlı Türkəm. Sağ olun. Əskəri olmuşam ana dilimin, keşiyində ömür boyu durmuşam. Öz elimin baharıyam, yazıyam, fəxridir, mən Qaradağ qızıyam. Yaranmışam, əsalətim var mənim, zatım, köküm, nicabətim var mənim. Elim bəlli, şərafətim var. Danışmağa xalq içində sözüm var. Ürəklərdə hək olunmuş yazıyam, fəxr edirəm, mən Qaradağ qızıyam. Nə qədər canım var, elə dayağam. Düşman qarşısında hər an oyağam. Ölkəmizdə qoçaqlara sayağam. Həcərin, Nicarın nəvəsiyəm mən. Vətənimin işvəsiyəm, nazıyam. Fəxr edirəm, mən Qaradağ qızıyam. Həqiqətdən qələm aldım əlimə, nəğmə yazdım doğma ana elimə. Bağlanmışam ömür boyu dilimə, dünya xəlqi harayımdan tanıyam. Aşıqlarım, söhbətiyəm, sazıyam, fəxr edirəm, mən Qaradağ qızıyam. Gərəkdir ki, vətənimdə çağlıyam, anam deyən şirin dilə bax. Sevirəm ay ellə, Qaradağlıyam. Zaman zaman məni xalqım doyacaq, yanar ocaqlarım sönməz közüyəm. Fəxr edirəm, mən Qaradağ qızıyam. Sağ olun. Hər şeydən əvvəl hamınızdan bir təşəkkür edirəm. Sənətkarlarımızdan, ustadlarımızdan. Mənə gərək deyil ki, burada məsələn, bu kişilərin yanında saz alım əlimə. Zaten də çala bilmirəm, də artıq görürsünüz. Heç ayaq üstə də dura bilmirəm. Nədənləri də bəllidir, oturmalıyım. Ancaq ki, indi Sevinar'la şeir oxuyanda mən oxumuşdum, göz yaşı tökürdüm səssizdən. Öz əlimdə deyil də, doyulu salamda. Və ya Aşqafardan söz gedəndə qəhər bahsını heç danışa da bilməm. Hələ qalsın ki, burada mən Əliya Nəsir nə çalacağım, nə oxuyum, ama onu da bilmirəm. Aşqafardan fikirləm, ilhamı aşağı tanıyır da, mən nə danışım, nə deyim Aşqafardan? Atamıdır, dədəbalaydı, ustadımıdır, sənət yoldaşımıdır, dostudur. El ağsaqqalıydı. Elə bir kişiydi ki, bir əlində ceyranı saxlamağa başarırdı, bir əlində qurdu. Dinləyənlər istərəm ki, olsun ağır ellər mənim, sevinci ilə gülşəndəki dəstə-dəstə güllər mənim. Aşım dağı, keçim düzü, el-obada deyim sözü, azah görüm ölkəmizi şirin-şirin dillər mənim. Doğma diyar bu vətəndə, deyək günək səndə məndə, göydən yağış ələnəndə, daşqın gələn sellər mənim. Qafar dərdin döndü dağa, çarə yoxdur olacağa. Ölkədə yiğit qoçağa, dastan yazan
Əllər mənim, sağ olsun Aşqafar ki, mən eşitmirəm, Allah rəhmət eləsindən, ruhu şad olsun. Aşqafar ölməyib ki, axı. Aşqafar yaşır, Aşqafarın sağlığına gözəl bir alqış. Oxuyun müddədə haqqında mahnı çalımızı eşitmişik. Salam arz edelim dostlara. Ben amadəliyim olmadığını, şiir intişarı olduğunu hesabında yazmamıştım. Ancaq Üstad Səban şiir buyurduğuna göre bir de şöyle dostlarımız müteşarı olsun etsinler şiirler. Bir qəzəldir xidmətdəyim. Onu deyim yadımdan çıxmamış şiir. Allah Aşqafara rəhmət eləsin və onun yolu gedərli olsun. Elə bilə bu toplumlar həmişə Aşqafarın öz evində, dostların evində həmişə qurulsun. İş yadımızdan çıxmayıb da çıxmayacaq. Aşqafar ən son Təbrizdə, Hubri əmsünlərdə bizim həmişə bir qaraçığa kimi, qısaqqal kimi qabağımızdaydı. Onu görəndə elə belə bir anımız vardır. Allah onun ruhunu şad eləsin, sizlərə sağlasın. Xəlvətcə mənimlə dolanıb yar bu şəhərdə, xəlvətcə mənimlə dolanıb yar bu şəhərdə, bax döngələrə bizdə nəsər var bu şəhərdə. Bir gün bizə bir dağ doğuyub dövrü bu xalib, bir gün yeridən rastla düşüb tar bu şəhərdə. Zahid yağış uğrunda namaz qılma sən Allah, Zahid yağış uğrunda namaz qılma sən Allah, yağmaz səni gördükdə kişi qar bu şəhərdə. Əfsun oxuyublar, yatışıb millət oyanmaz. Əfsun oxuyublar, yatışıb millət oyanmaz. Min yol bağırıb, min dönə sal cay bu şəhərdə. Bərkitməyə zalimlər üçün zülmü binası həllac olana çox qurulub dar bu şəhərdə. Birlik bozulub, el yad olub, yoxdur tanışlıq. Birlik bozulub, el yad olub, yoxdur tanışlıq. Bundan belə tapmaz bir simsar bu şəhərdə. Qurtarsa dəmirçi oğlunu düşmənlər əlindən, bir yolda qırat dördəmə oynar bu şəhərdə. Bir gecə xəlvətlə, qaranlıq qapılardan, bir gecə xəlvətcə qaranlıq qapılardan boz qurdulayır, bağlanıb ilqar bu şəhərdə. 8 qapılı cənnət dünyada bitir, Təbriz alınıb bağlıdır yollar bu şəhərdə. Söz məmuru təklif eləyir, dinmə, danışma. Söz məmuru təklif eləyir, dinmə, danışma. Lalo xələbi, ömrünü qurtar bu şəhərdə. Bir yerə keyfləndirirsən ki, bu ay inanmıram özünə gələr. Çox sağ olsun. Sözü verək sazımıza, Mehdi qardaşımıza alqışlayaq, bir saza qoyaq. Mən Aşqırçatı çağırdım. Mən də öz növbəmdə bütün ustadlara salam ərz edirəm. İcazənizlə bir dənə Cəlilə Havacı qulluğuna tanıyırım.
Açıldı sümbüllər, gəldi bahar yaz. Şəcarələr göy geyinmiş yasını gözləyir. Əlif qəddim, cim gözlərim, nun ağzım. Cin hərif içində yasını gözləyir. Dəmir xanda, Polad xanda, daş xanda, bülür piyalələr dolub çaşanda, Əzrail gələndə, dil dolaşanda, könlüm qəngəm edir, yasını gözlər. Söz uzağını gələndən mən oğlu edirdim, 12 il oldu, çox uzatdım. Elə xoşundan bəzi gətirib mənə söz uzağına. Əvvəl görüşümüzdə rəhmətli Aşıq Qəfərlə Ay Bağdırız oldu. Allah rəhmətli olsun, mən söz uzatdım. Fazla şeydə yazamıyorum, ondan cibində deyilmə yazamırıq, mən necə yazamırıq, görmür, yazma olmur. Elə köhnə şey biləm. Elə bir günləri yaşayıram ki, gözlərim keçmişi inana bilmir. Qanımla axtaranıb damarlarımda, içərim gözümü dolana bilmir. Dərin aç gözünü məni qınayan, düşün min bir dönə tavanmamışam. Elə əl-əyaqsız bir bəşərəm ki, özüm özlüyümü alanmamışam. Adım həvəskardır vətən dəlisi, sorsalar nə imiş vətən, bilmirəm. Ulu babaların adı gələndə utanıb əliyib yerə bilmirəm. Duvar deşiyində qorxdum sıçandan, sim üstə quşlar da güldülər mənə, arzular gözümdə sonsuz yaşadı, şərafət əşit olmadı dənə. Siqar tək dodaqdan məni çəkirlər, yersiz inancıdan cana doymuşam. Tüpürün qəbrimə, tüpürün mənim, gələcək nəsili qana qoymuşam. Şəhnazda gözəlim boyun oxşadım, bilmədim bir qarış kəfən verilməz. Vətənim yolunda al qan içməsən, meyxana yazmağa vətən verilməz. Vətən, vətən deyib ölsəm də əgər, gözdən qorxaq inanc, axsa bənzər. Vətənin toprağında şəhidlər yazsın, mənim meyyidimi atıb dənizə. Yayına gözün sağlığını əziyyətə salmaz. Nasirinin şiri qəşərdir, keçər dövrən belə qalmaz. Əmr dadaş, keçər dövrən belə qalmaz. Saçsız ocağın oldursuz bizim ürəyimiz istəyir. Açıq Qafardan söz gedir həmməşə, yəni dilimizin əzbəridir, olmayanda da, burada da olmayanda Aşıq Qafardan saçsız ocağında söz gedər. Niyə ki, saçsız ocağı nə çətinliklərlə qurulub, qurucularından biri də böyük Aşıq dostumuz rəhmətli Aşıq Qafar İbrahimidir ki, imzası hələ də əsasnaməmizdə qalır. Ustad Namər buyurdular ki, bizə nə ən dedilər, nə yox dedilər. Biz əlbəttə elə də ən yoxda qalmamışıq. O zamanın müdiri kurlu irşadı bizim kağızımızın altında yazıb iqdam şərait. Yəni dəstur verir iqdam olsun, hənuz iqdam eləməyir, icazı istəmişik. Mətbuatın, bilmirəm, sənə olanda da bir şeylə danışan var, verdiyi qanuna görə deyirlər 3 ay ya 1 ay içərisində dövlət bir ədəbi ya siyasi toplumu qanuni olaraq qəbul eləməlidir ya qanuni olaraq rədd eləməlidir. Əgər qanunu təbii rədd eləməsə, o toplum otomatik mücəvvizini alıb və işləyir. Ona görə bizimki də elə həman toplumuna işləyir. Ustad Cavanşirə işləyən Ustad Cavanşirə qonaq olaq. Səsini eşidək. Vaxtımızı tuturam. Novemberdə verəcəm ayxalarına. Həmin qaç ki, 30-da bir sözü var ki,
Heyrət eybi surətin gördükdə lal eylər mənə. Heyrət eybi surətin gördükdə lal eylər məni. Surət-i halım görən, surət xəyal eylər məni. Bir beytdə 3 dənə surət işlədir. Üçü də ayrı-ayrı. Heyrət eybi surətin gördükdə, yəni cəmalını görəndə, surətini görəndə, cəmalını, ruhsarını görəndə. Surət-i halin, yəni keyfiyyət-i halin, ikinci mənadır. İkinci surəti keyfiyyət-i halini görən surət xeyirlər, məni surət bilər. Mən bu sözlərdən surət olmuşum, məni heyrət aparıb. Ona görə mən növbəmi verirəm Ay Xələfiyyət, çoxdandır mən həsrətəm onun gözəl gözəllərinə. İcazə verirsiniz, mən rəxət olmuşum. Çox sağ olun. Nasıl Gedirəm arlayıb ölsün özünü, tutana gərq edib gitsin üzünü, nə qədir olsa da vətən sözünü çəkib ürəyində saxlasın gərək. Ben de hamıza selam verirəm, hər vaxtınız xeyirli olsun. Və Allah aşk qabara da rəhmət eləsin, çok mübarək bir ağrı var içərimdə, yavaş yavaş boyur məni. Bir sevgi var ürəyimdə, yeməmişdən doyur məni. Gözlərimdə bir araz var, peş durmadan axır gedir. O sellərdə bir sara var, həsrət həsrət baxır gedir. Bir köprü var qankarımda, qıllarını qılış kəsir. Bir bayraq var saçlarımda, ayrılıqdan tir-tir əsir. 7 göydə bir ulduz var, ayrı düşür gecə aydan. Göz yaşımda bir balıq var, haraylayır məni çaydan. Bir ölən var əllərimdə, fikrində boğulubdur. Bir günəş var sorağımda, axşam üstü doğulubdur. Bir qürbət var vətənimdə, araz boyu yelkələnir. Ərkim vardı Təbrizimə, qururumdan silkələnir. Bir sevən varmış elimdə, qələmindən asılacaq. Sevgisiyle, özlemiyle topraklara basılacaq.
Gecənin yarı keçib ay dolanıbdandı könül. Gecənin yarı keçib ay dolanıbdandı könül. Ürəyimdə alışan sevgini yardandı könül. Yola tişdim gözümü qaş qaralandan bilirsən. Yola tişdim gözümü qaş qaralandan bilirsən. Ağarır qaş bu necə əhdidir peymandı könül. Gecəmi, gündüzümü, baxtımı yar etdi qara. Hicranın dərdinə hey, yandı könül, yandı könül. Gün çıxan vaxta düşərkən günəşin yox göyə. Dəli könlümdə deyər, yar yanağındandı könül. Eşidib sözlərimi küfrü xitab eylədilər. Dedi zahid mənə bidin, be imandı könül. Gözünü görməcə yoxdur daha gözlərdə ışıq. Başıma hər nə gəlib ömrüdə yardandı könül. Vaxt ötür gün dolanır, sanki behiştimdə yanır. Bax nə qovqadı gülüm, gün qaradır, qandı könül. Bax nə qovqadı gülüm, gün qaradır, qandı. Azərbaycan sən mənim, hürriyyətim, şan, şöhrətim. Azərbaycan sən mənim, hürriyyətim, şan, şöhrətim. Adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Azərbaycan, 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 yaşa, yaşa, Azərbaycan, 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 yaşa, yaşa, Azərbaycan, Azərbaycan. Nəfəsimiz Babəşlərin, sabirlərin gül nəfəsi. Nəfəsimiz Babəşlərin, sabirlərin gül nəfəsi. Mahnımızda yaşar bizim babaların hayat səsi. Mahnımızda yaşar bizim babaların hayat səsi. Azərbaycan, 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 yaşa, yaşa, Azərbaycan, 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 yaşa, yaşa, Azərbaycan, Azərbaycan. Biz tarixə sığmadıq, dünən batıq, bugün varıq. Biz tarixə sığmadıq, dünən vardıq, bugün varıq. Biz geçmişə güvənərək gələcəyə adımlarıq. Biz geçmişə güvənərək
yaşa Azərbaycan.